Elektron təhlükəsizlik xidmətinin ETX apardığı monitorinqlər nəticəsində Instagram sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3000-dən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədi ilə açıq şəkildə paylaşdığı müəyyən edilib. Globalas xəbər verir ki, ETX-nin məlumatına görə qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması, onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub. Elektron təhlükəsizlik xidməti bir daha vətəndaşlara müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir. Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yol verilməzdir və fərdi məlumatlar haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.